Hər kəsi salamlayıram. Bu dəfə sizlərə yumurtalıq kistləri haqqında məlumat vermək istəyirəm. Əksəriyyət halda yumurtalıq kistaları təsadüfən müayinə sırasında aşkarlanır və bunların da çox hissəsi öz-özünə sorula bilən sadə bəsit kistalar olur. Ancaq hansı hallarda klinikada özünü göstərir və bu zaman nə etmək lazımdır? Deməli, əgər kistanın ölçüsü böyükdürsə və daha da böyüməyə meyillidirsə, ətrafda olan orqanlara müəyyən təsir göstərirsə, artıq klinikada özünü göstərir. Klinik əlamətlərinə aiddir qasıqlarda, yəni qarın aşağı hissəsində ağrıların olması, aybaşı düzənsizliyinin olması, bundan başqa uşaq istəyi olan xanımlarda sonsuzluq şikayətinin olması kimi şikayətlər ola bilir. Ən çox istifadə olunan müayinə üsulu ultrasəs müayinəsidir diaqnostikasında və ultrasəs müayinəsi vasitəsilə əksəriyyət halda bunların növü aşkarlanır. Ancaq bəzi hallarda bunun ölçüsünə görə, görüntüsünə görə lazım olur daha irəli müayinə üsullarından istifadə etmək. Bunlara aiddir qanda müəyyən tümör göstəricilərinin, markerlarının analizi, bundan başqa maqnit rezonans görüntüləmə müayinə üsulu və bunlar vasitəsilə daha dəqiq diaqnozu qoyulur. Kistaların müalicəsində hansı müalicə üsullarından istifadə edirik? Dediyim kimi, əksəriyyət halda sadə bəsit kistalar olur. Müəyyən bir aralıqlarla izləməklə bunların sorulmasını izləyirik. Ancaq bəzi hallarda lazım olur, yəni cərrahi müalicə üsulları. Cərrahi müalicə üsullarından da ən çox istifadə olunanı qapalı yolla istifadə olunan müalicə üsullarıdır ki, buna da laparoskopik yolla icra olunan əməliyyatlar aiddir.